Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bismillah ve salatu ve selamu ala Resulillah. Hamdolsun alemlerin Rabbine. Peygamberimiz Muhammed, Allah'ın ona salavatı ve selam olsun. Günler keçir, həftələr, aylar, vaxt beləcə çox tez keçir. Tarixə baxırıq, görürük ki, Ramazan bitib, üstündən artıq bir ay keçib. Yəni və beləcə aylar çox sürətlə keçir və illər belə keçir. Yəni arxada baxırıq, artıq uzun bir vaxt keçib və eləcə də qalan ömrümüz də belə sürətli gəlib keçəcək. Amma ibrət burada nədir? Yəni biz nədən ibrət almalıyıq? Ya bu keçən günlər biz nəticəni bilirik, nə baş verəcək. Əslində bu böyük bir avantaj, böyük bir qazancdır bizim üçün. Rəbbimiz bizə qarşıda qurulmuş nöqtələri, yəni çatılacaq yerləri göstərib. Fatihə surəsi Maliki Yevmiddin, hesab gününün padşahı, yəni bizə gedəcəyimiz nöqtə göstərilib. Bu ən böyük lütfdür, ən böyük. İnsan üçün elə bir həyatında bir xəritə qoyulub. O xəritədə gedib çatılacaq, yəni nəticə bizə göstərilib. Bu həmçinin böyük bizim üçün bir dəstəkdir, motivasiyadır. Hər bir mömin bilməlidir ki, bax qiyamət günü nəticə bir olacaq. İki qisim insanlar yanılacaq, insanlar qəbirlərdən çıxdı. Ümumi olaraq iki tayfadır. Orada müəyyən qismlər var. Ümumi olaraq iman əhli və qeyri-iman əhli. Qeyri-iman əhli təbii ki, bədbəxt olanlar da əbədi bədbəxtçılığa düçar olublar. İkinci zümrə isə iman əhlidir ki, əbədi xoşbəxtliyi əldə ediblər. Ona görə, yəni bu şeyi göz önündə alsaq, bu gün baş verənlər heç biri, yəni bizə o qədər də dərindən təsir eləməməlidir. Və bu gün bizim hər gün olan qazancımız nədir? Allaha olan itaatimiz, həmçinin fəzilət sahibi olmaq istəyiriksə, əgər yüksək dərəcə qazanmaq istəyiriksə, daha böyük qazanclar, əbədi qazanclar əldə etmək istəyiriksə, onda yəni Allahın dinində bizim də payımız olmalıdır. Allahın dininin yayılmasında, onun müdafiə olunmasında bizim də hər birimizin kiçik də bir olsa pay. Yəni heç kəs deyə bilməz ki, mən eləyə bilməm. Hər kəsin eləyə biləcəyi bir şey var. Sözlə olsun, bir xırda bir dəstəklə olsun, bir xırda bir tapşırmaqla olsun. Misal üçün, yəni yollar çoxdur. Ona görə yəni bizim yəni bu gün qazancımız ən kiçik belə, hətta kiçik bir sivil bir müqavimət belə bizim üçün qiyamət günü, hesab günü Allah qarşısında fəzilət olacaq. Baxın, yəni peyğəmbərlər yaşayıblar ki, onlardan bizə ancaq belə ümumi məlumatlar qalıb, hətta adları qalmayıb. Amma mübarizə aparıblar, Allahın risalətini çatdırıblar, sözlərini deyiblər və eşidilməyənlər də olub. Elə peyğəmbərlər olub ki, ümumiyyətlə onların sözləri eşidilməyib. Amma onlar istədikləri uca məqamı əldə ediblər. O apardıqları müqavimətə görə, apardıqları səbirlərinə görə. Və bu gün də bizim qazancımız bax o səbirləndir, o Allahın dininə əməl etməkləndir və Allahın dinini bacardıqca gözəl şəkildə təqdim etmək və ona qarşı mübarizə aparanlara gözəl şəkildə müqavimət göstərməkləndir.